hər kəsə biz yeni layihəmizə start veririk. Qonağımızı gözləyirik. Yanvar hadisəsi bütün insanlarımızın həyatında özünün bir izini koydu. 20 yanvar hadisələrinin 36-cı il dönümü ərəfəsində danışıqlar kimi idi. Hərbiçilərlə danışıq idi. Sonra Bakıdakı komendaturanın nümayəndələri ilə SSR Müdafiə Naziri Yazov, Teganov komendant, hadisələrin iştirakçı olan bir adamların hər biriyle görüşmüşüm. Ve o zaman ben biraz yaşım da az idi. Dünyasında dəyişənlər var. Yaşlı nəsil idi o vaxt. Bir de indi yaşayanlar var. Ben o misyonu öz boynuma götürdüm. Salam hamınıza. Biz bu gündən yeni layihəyə start vermişik. Günə 2024 kitabxanasında podcastlara başlayırıq. İlk qonağımız Faiq Barabəylidir. Qeyd edək ki, qonağımız Faiq Barabəylidir. Faiq müəllim, xoş gəlmisiniz. Və Faiq müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, Qızıl Qələm media müşavirəti laurantı və 20 yanvar faciəsinə aid silsilə kitablar nəşr etmiş şair və publisistdir. Faiq müəllim, bildiyimiz qədərilə siz 20 yanvar hadisələrlə bağlı ilk kitabınızı 2003-cü ildə nəşr etmişsiniz və həmin kitabın adı Kəsilməyən Həyəcan Fitilir və məhz növbəti kitabınız 2022-ci ildə Bakı Buxtası 20 yanvar və Dənizçilərin Vətən Müharibəsində kitabı olmuşdur. Necə oldu ki, siz təxmini 20 il, yəni 19 il arasında fərq var, 20 ildən sonra siz təkrar bu mövzuya döndünüz? İlk olaraq təşəkkür edirəm ki, bu ərəfədə 20 yanvar hadisələrinin 36-cı il dönümü ərəfəsində məni dəvət eləmişsiniz və başa düşdüyüm kimi ilk bu layihənin ilk qonağı mənəm. Mənim o kitabımın 2003-cü ildə dərc olunması və üstündən bu qədər vaxt keçəndən sonra ikinci kitabın dərc olunması heç də o demək deyil ki, bu mövzu mənim üçün uzaq olub, yad olub. Əslində qalsa o kitab dərc olub, ilk kitab Kəsilməyən Həyəcan Fiti adlı kitab dərc olunana qədər bu istiqamətdə mənim onlarla məqalələrim olub. Bir kitab halında düzdür o kitab formasında dərc olunmayıb, amma kitab halında Dəryada Gəmim Qaldı Azərbaycan jurnalında dərc olunmuşdu. Müxtəlif qəzetlərdə, sonralar elektron portallarda və müxtəlif ölkələrdə dərc olunur. Niyə ikinci kitab Bakı Buxtası 20 yanvar dərc olundu 2022-ci ildə? Ona görə ki, bir qədər də araşdırmamı artırdım və o hadisələrin iştirakçısı olan birinci kitabda özünün əksini tapa bilməyən dənizçi dostlarımız var idi, onların ailə üzvləri var idi. Onlar müxtəlif ölkələrdə çalışmışdılar o hadisələrdən sonra. 20 yanvar hadisələr ərəfəsində həbs olunmuşdular, Rusiyanın ayrı-ayrı şəhərlərinə sürgün olunmuşdular və onların xatirələrində mən fikirləşdim ki, 50-20 adamın üstündə qurmaq bu hadisələri düzgün olmaz. Çünki 20 yanvar hadisələri vaxtı Bakı Buxtasında 100-dən çox, 124 konkret gəmi var idi və bu dənizçilərin hər biri bir qəhrəman idi. Yəni orada fərqləndirək, əlini, vəlini, bu belə idi, bu düzgün olmur, kiminsə haqqına girmiş kimi sayıla bilərdi. Bu baxımdan kimlərsə tapdım, onların xatirələrini dərc elədim və o dövr keçmiş SSR-nin, dünyanın ayrı-ayrı mətbu orqanlarında hadisələr haqqında dərc olunan yazıları bir daha mütaliə elədim. Axundovadan kitabxanada oldum. Azərbaycanda çıxan qəzet və jurnallarda bu məsələyə aid nələr varsa, onları bir daha araşdırdım və ən çoxu da elə özümün yaddaşıma güvəndim. Özümün dənizçi həyat tərzimə, hadisələrin iştirakçısına, hadisələrin ilk gündən öndə olan 5-6 nələr dənizçi var idisə, bunlardan da biri mən idim, həm də təşkilatçılardan biri. Mən bu misyonu boynuma götürdüm ki, bu kitab daha böyük formatda və daha böyük
sayda dərc olunmaqdır. Təsadüfi deyil ki, bax bu Bakı Buxtası 20 yanvar kitabı dərc olunandan sonra və birinci kitab hansı ki biz bayağı adını çəkdik, Kəsilməyən Həyəcan fiti. Bundan sonra Azərbaycan Cəfər Cabbarlı adına bizim kinostudiyada 20 yanvardan doğulanlar sənədli bədii film çəkildi və həmin filmdə də mənim kitablarımdan, mənim danışdırdığım, onların xatirələrinə söykəndiyim adamların xatirələrindən istifadə olundu, ssenari yazıldı. Kinonun, filmin rejissoru tanınmış Azərbaycan kino rejissoru Elxan Cəfərov idi. Ssenari müəllifləri Yavər müəllim və Künül xanım Cəfərova, Maya Muradxanlı rəhmətlik, jurnalist onun övladlarıdır. O oldu və mən yenə də bir məsləhətçi kimi, hadisələrin iştirakçısı kimi, təkcə mən yox, mənim dostlarım, Ağalar İbrahimov, Rövşən Dəmirov, Kərəm Məmmədov, hansı ki o hadisələrin içərisində olmuşlar və əsl qəhrəmanlıq nümunəsi göstərmişdilər. Onlar da bir məsləhətçi kimi, konsultant kimi bu filmin çəkilməsində rolları olmuşdur. Mənim ikinci dəfə əgər demək olsa bu mövzuya qayıtmağımın əsas səbəbi bunlardan ibarətdir. Bilirsiniz ki, 20 yanvarla bağlı çoxlu əsərlər yazılıb və əlbəttə ki, bıçaqları oxşar edən bu hadisənin baş verməsidir. Xalqımıza yaşadılan haqsızlıqlar, dinc əhaliyə qarşı törədilən cinayətlər, insanların günahsız tökülən qanlardır. Sizin əsərləriniz bu əsərlərdən nə ilə fərqlənir? Bilirsiniz, doğru buyurdunuz ki, bu hadisələri özündə əks etdirən çoxlu sayda əsərlər yazıldı, müasirlərimiz yazdı, ölkədən kənarda yaşayan, bizim millətə aidiyyəti olmayan adamlar da yazdılar və hər kəsin öz həqiqəti var idi, öz baxış bucağı var idi. Nə ilə fərqlənməsin, bu sənədli bir əsərdir, fərqlənmə odur ki, mən hadisələrin içində olan insanların özü ilə söhbətlədim. O zaman o Bakıda törədilən qırğın, Bakı Buxtasında Rus-Sovet hərbi gəmiləri ilə bizim mülki gəmilərin arasında gedən dəniz döyüşü, bizim dənizçilərin bizim bu faciəni dünyaya çatdırmasında göstərdiyi çabalar, sos siqnalları, həyəcan siqnallarının verilməsi, misilsiz qəhrəmanlıq göstərməsi zamanı nə düşündünüz? Hansı hissləri keçirdiniz? Özü, bax bu adamların bir yazıcı olaraq özündən bir fantaziya, hansı obrazın yerində özün fikirləşəsən, bir də var ki, o adamların özü, o qorxu hissi var idimi? O qəhrəmanlığa can atmaq üçün nələrdən keçdin, gözün qabağına nə gəldi? O baxımdan bu kitab sizin sadaladığınız və mənim də zamanında oxuduğum, indi təsadüf etdikcə yenə də oxuduğum kitablardan bu istiqamətdə fərqlənir. Orada o hadisələrdə yaşananlar bir nəfərin xəyali düşüncələrinin məhsulu olaraq yox, hər kəsin özünün həyat tərzi olaraq keçdiyi o mərhələni nələr yaşayıb onlar öz əksini tapıb. Bu kitab doğrudan dəyərli kitabdır. Çünki çox da uzaq olmayan tariximizin şanlı səhifəsini bugünümüzə gətirib və sabahımıza daşıyan bir kitabdır. Və mən sevinirəm ki, bu kitabın müəllifi mənəm. Çünki zaman keçdikcə bu öz dəyərini tapacaq. Və indi də hiss edirəm ki, bu sahədə araşdırma aparan gənc nəsil, ya kimsə mənim kitablarına müraciət edir. Və bəzən təsadüf olub ki, bir tədbirdə, ədəbiyyat tədbirində yaxud haradasa bu mövzusuna söhbət düşüb, danışıblar və mənim kitabımdan danışıblar. Məni inandırmaq istəyirlər ki, yox elə deyil, biz oxumuşuq ki, bu cürdür, nə bilim, mən də diqqətlə qulaq asmışam. Bəzilərinə demişəm ki, sizin dediyiniz o faktları mən çıxartmışam ortaya. Bəzilərinə istəyirəm qoy xəyallarında o müəllifi yaşatsınlar, öyrənsinlər, görsünlər. Kimdə heç onlara o imkanı tanıtmamışam ki, tanısınlar. Bunlar hamısı mənə xoş təsir edir. Bəzən də mübahisələr olub. Ya yox, belə deyirəm ki, o kitabı yazanda mənim bilərəkdən işlətdiyim bəzi terminlər var. Yaxud özümün yaratdığım terminlər, sözlər var. O tutaq ki, dənizçilik sahəsində, gəmçilik sahəsində
elə bir ifadə yoxdur. Amma mən onu necə yeni adlar, yeni nə bilim nə düzəltmişəm və misal çəkmişəm ki, bax filan məsələ, filan cümlə, nə bilim nə. Əvvəl görürsən ki, başa düşürlər ki, həqiqətən belə. Bu kitabın fərqi ondadır ki, bizim tariximizin, yəni bu tarix illər keçəndən sonra yazılmadı. İlk gündən mənim qeydlərim götürüldü və ilk gündən hadisələrin içində olan. Tutaq ki, belə deyək də, mən estağfurullah müqayisə eləmirəm. Amma Babək haqqında çəkilən, yazılan kitablar ancaq tutaq ki, o dövrün tarixçilərinin, yaxud ağızdan ağıza keçən nələrəsə söykənilib yazılıb. Tutaq ki, çox da uzaq olmayan Qaçarmaq haqqında Cəlal Bərküşərin Bozatın belində əsəri, şahidlərin və xalqın danışığı. Amma mən iştirakçıların özünün düşüncəsini, özünün yaşamını verməyə çalışmışam və nail olmuşam. Və bildiyimiz kimi Faiq müəllim həm də bir dənizçidir, həm də kapitandır. Və Faiq müəllim həmin gecəni dənizçi və kapitan gözü ilə görmək oxuyucuya hansı fərqli həqiqətlər açır? Sözsüz mən o vaxtı gənc idim, 25-26 yaşım olmamışdı və yaddaşım da möhkəm idi. İndi də yaddaşıma möhkəmliyinə şübhə eləmirəm. Amma yaddaşıma köçürtməklə yanaşı özümün qeydlərimi də aparırdım. Dənizçi dostlarımız danışıqları, audio kasetlərə yazırdılar. Yəni danışıqlar kimi idi, hərbiçilərlə danışıq idi. Sonra Bakıdakı komendaturanın nümayəndələri ilə SSR Müdafiə Naziri Yazov, Teqanov komendant, Azərbaycan Ali Sovetinin sədri Elmira xanım Qafarova, Azərbaycanın dəyərli oğulları akademik Tofiq İsmailov, xalq artisti bəstəkar Arif Məlikov, xalq yazıçı rəhmətli Yusif Səmədoğlu və digərləri ilə bu hadisələrin içərisində görüşmək, fikir mübadiləsi aparmaq, onların dənizçilərə böyük rəğbətinin birdən-birə artması, Azərbaycan faciəsinin dünyaya olduğu kimi obyektiv çatdırılması istiqamətində atılan bütün addımlar mənim həyatımın bir parçası olaraq qalır. Mən hadisələri necə qarşıladım? Hadisə baş verəndə, yəni 19-undan 20-sinə keçən gecə mən və işlədiyim gəmi, digər dostlarımın gəmiləri Neft Daşları rayonunda o tərəflərdə idi. Biz hadisəni gecə ilə telefon vasitəsilə, hava telefonu vasitəsilə o rayonda olan gəmilər bir məşvərət keçirdilər və qərar alındı ki, Bakıdakı son hadisələr, qırğınlar, ordunun xəbərsiz və qəddarcasına şərə yeridilməsi narahatçılığımıza əsas verdiyi üçün Bakı nöqtəsinə qaydaq. Bakıya qaydaq, görək, tətillərə başlayaq. Çünki təcrübəmizdə 88-ci ilin meydan hadisələrində dənizçilərimizin kütləvi sürətdə tətillə qovuşması təcrübəsi var idi. Biz, şəxsən mənim işlədiyim gəmi Bakı nöqtəsindən kapitanım da rəhmətli İbad Məmmədov idi. Yaxınlaşanda artıq Bakı nöqtəsində buxtanın şəkli bu kitabda verilir. Bax, gəmilərin duruşu. Bax, orada gəmilərimiz artıq dayanmışdı. Sahilə yaxın olan, körplərdə olan, yaxın rayonlarda işləyən gəmilər özlərinin etiraz aksiyalarının Bakıda törədilən qanunlara görə bildirmək üçün Bakı nöqtəsinə toplaşmışlar. Sonra bu mütəkəkkil bir hərəkata çevrildi. Sabit Orucov gəmisi tərəfimizdən qərargah olaraq seçildi. Hər gəmidən bir nümayəndə sözü keçən, əsasən bu gəmi kapitanları və yaşlı nəslə aid idi. Çünki hər gəmidə orta hesadan 15-20 nəfər heyət üzvü var idi. Onlar gəmiləri atıb ora gedə bilməzdi. Bir nəfər nümayəndə. Çünki orada tədbirlər, iclaslar keçirilirdi, qərarlar qəbul olunurdu. Ordunun Bakıdan çıxarılması üçün tələblər yazıldı. Bu tələblər Sovet İttifaqının hərbi, belə deyək də, rəhbərliyinə çatdırıldı. Qarbaçova ünvanlandı. Azərbaycan Ali Sovetinə ünvanlandı. Ondan sonra bu Ruslar, yəni Sovet ordusunun o nümayəndələri görəndə ki, dənizçilər faciəni
bunların Sovet İttifaqı Telegraf Agentliyinin yaydığı xəbər yükünü yox. Onlar Azərbaycanı günahlandırırdılar. Ekstremistlər ölkədə qeyri-Rus millətlərinə qarşı güya belə kobudluq edirlər, onları öldürürlər və bu cür yayırdılar da özlərini haqq kazandırmaq üçün. Amma bizim dənizçilər hadisə necə baş verib, niyə baş verib, nə üçün baş verib, bunun olduğu kimi dünya ictimaiyyətinə çatdırdı. Dünyanın bütün gözü Xəzər dənizində idi. Bizim dənizçilərin hazırladığı sos mətni xüsusi radyo qovşaqlardan dünyaya ötürüldü. Morz və əlifba ki, bəs Bakıda belə bir hadisə baş verib, Azərbaycana Sovet İttifaqının rəhbərliyi, hərbi rəhbərliyi silahlı dəstək edilir, qoşun edilir, dinc əhalini qırırlar, öldürürlər, körpələri, yaşlı adamları. Bax belə mənim yaddaşımda bu və ən böyük nailiyyət kimi bəlalarımızın dünya ictimaiyyətinə olduğu kimi çatdırılması söhbət edir ki, ona da bizim danışıqlarımız çox belə yüksək səviyyədə icra edə bildilər, çatdıra bildilər. Deməli 20 yanvar hadisələrə baxın, siz gənc idiniz, qeyd edilmişsiniz 25-26 yaşlarınız var idi. Bu 20 yanvar hadisəsindən sonra sizin həyatınızda nə dəyişdi? Nə dəyişikliklər baş verdi? Yanvar hadisəsi bütün insanlarımızın həyatında özünün bir izini qoydu. Müsbət, mənfi, kimisə səhhətində problemlər yaşandı, kimsə illərlə güvənə bildiyi bir hakimiyyətə, bir dövlət quruluşuna etimadsızlığı gördü, onların etibarsızlığın və yeri gələndə öz vətəndaşlarına da zor tətbiq eləməyin şahid oldu. Mənim də həyatımda nə idi? O zaman tutaq ki, gənc idik, o ruhda böyümüşdük ki, SSR 15 qardaşdan ibarət, respublikadan ibarətdir. Amma sonradan gördük ki, 15 yox ilə Rusiyanın tərkibində onlarla millətlər var və ayrı-ayrı millətlərin torpaqları zəbt olunub. Birinə muxtariyyət, birinə Muxtar Respublika vilayət adı verib, güya da belə. Amma böyle bir Rusiya Federasiyası və qəsb olunub digər xalqların torpaqları. Bunu anlatmağı, bu mövzuya daha dərindən girişməyi 20 yanvar hadisələrindən sonra nə verdi? İnsanlarımızda, şəxsən mənim özümdə, mən özümü həmişə vətənpərvər adam saymışam. Azərbaycanda da, Azərbaycandan kənarda olanda da təəssübkeşliyim həmişə olub. Mənim güclü mütaliəm olub, kitablar oxumuşam. Yazısından söhbət düşəndə əlbəttə ilk olaraq öz Azərbaycan yazısını, öz Azərbaycan şairimi, sərkərdədən bu döyüşdən, nə bilim, qəhrəmanlıqdan söhbət gedibsə, mən tutaq ki, Neyqir polk haqqında dastanla yox, belə Dədə Qorqud boylarından danışmışam. Və ilə axır və s. Yəni bizim oxuduğumuz, gördüyümüz və özümüzə daha doğma olan tarixi hadisələr özümüzdən yaşanıb. Amma 20 yanvar hadisələrindən sonra bu daha geniş anlamda oldu. Bilirsiniz necədir? O hadisələrdən sonra Azərbaycan Dövlət Dəniz Akademiyasına, sonra Dənizçilik Kollecinə daxil olan uşaqlar var idi. Onlar istehsalat təcrübəsinə gəmilərə gəlirdilər və mən qeyri-təbii bir sual verirdim ki, sən dənizi niyə seçdin? Niyə dənizə gəldin? Bu sənətə maraq səndə hardan idi? Tutaq ki, mən bu sənəti seçmişdim, ədəbiyyat mən dənizə getmişdi. Yəni oxumuşdum Jules Verne'in, digər yazıçıların, Azərbaycan yazıçıların dəniz və dənizçilik haqqında kitabların və onların dözümün, onların qəhrəmanlığını yaşamışdım bir oxucu olaraq, bir yeniyetmə olaraq və özümü o həyatda görmək istəmişdim. Amma bu uşaqlar birdən-birə tutaq ki, niyə kosmonavt olmaq istəmədi, niyə prokuror olmaq istəmədi, polis rəisi olmaq istəmədi və dənizçi olmaq istədi. Məlum oldu ki, 20 hadisələr, yanvar hadisələrindən sonra bizim dənizçilərimizin bu misilsiz qəhrəmanlığın biləndən, oxuyandan sonra dənizçilərin, o gənclərimizdə dənizçi olmaq həvəsi daha çox ardı. Və onlar əmin olublar ki, hərbiçi olmadan da ölkənin müdafiəsində
iştirak etmək olar. Polis işçisi olmadan da ölkənin asayişini qorumaq olar. Və ən başlıcası bizim çox uzaq olmayan o tariximizin şanlı səhifəsini yazmaq olar özlərinin. Və deyim sizə, bəlkə də yeganə adam mən olmuşam ki, o hadisələr vaxtı bunu qeyd eləmişim. Yaşam. Çünki onların niyə? Mən də gələcək nəslə ötürmək üçün. Mən bir yazıcı olaraq, tarixçi olaraq yaddaşda qalım söhbət yox. Bu boyda bir hadisənin itib batmaması, yaddaşdan yaddaşa keçirilib təhrif olunmaması üçün qeydlərimi aparırdım, səslər yazırdım. Və o tarixi, onlar da o tarixi yaşayanların sırasında, o tarixi yaradanların sırasında özlərini görmüşdülər. Ona görə həm məndə, həm digər Azərbaycan övladlarında həmin hadisələrin müsbət rolu olmuşdu ki, onlar vətənpərvərlik ruhunda daha yaxşı, daha maarifləndirilmiş formada iştirak etdilər, vətəni sevdilər. Və çox keçmədi ki, tutaq ki, 1990-cı ilin yanvar hadisələrindən sonra bizim Xəzər dəniz neft donanması və indiki dəniz nəqliyyatı donanmasının dənizçiləri aktiv olaraq döyüşlərə atıldılar. Birinci Qarabağ müharibəsində vuruşdular. Onlarla dənizçimiz şəhid oldu, qazi oldu. Onların adına gəmilər verildi. Onların da əksəriyyəti mənim dostum idi, tələbə yoldaşlarım idi. Və o gəmilər dünyanın bütün sularında yükdaşdılar, işlədilər və siz təsəvvür edin, Qaradənizdə hansısa limana girir, Oktay Vəliyev gəmisi. Maraqlanırsan, yaxşı Puşkini başa düşdük, Tolstoyun adına başa. Oktay Vəliyev kimdir? Oktay Vəliyev, tutaq ki, Ramiz Tağıyev, Oktay Vəliyev, İlqar Poliyev, bu mənim dənizçi dostlarımın, Xaqan Dadaşov adlarına verilən gəmilər idi, onlar şəhid olmuşlar. Və gəminin kapitanı, gəminin işçisi, tutaq ki, Finlandiyada, Yugoslaviyada, nə bilim, Polşada, hansı bir ölkə olur olsun, o suala cavab verir, deyir, bu bizim bir qəhrəmanımız idi. Bu Azərbaycanın ərazi bütövlüyündə vuruşurdu, şəhid oldu və eyni zamanda bunu dedikcə Azərbaycanın haqq savaşında olduğunu çatdırırdı. Və o Azərbaycanı xəritədə tapa bilməyən adamlar artıq Azərbaycan və onun ərazisinin belə deyək də istila olunması, işğal olunması haqqında məlumatlandırırdılar. Belə bu adlar, bu qəhrəmanlıqlar, yaddaşa köçən hadisələr millətimizin gənclərinin formalaşmasında müstəsna rol oynadı. Məsələn, cənab prezident deyir ki, mən nəyin, nə vaxt, haçan olduğunu yaxşı bilirəm. Üstündən neçə il keçəndən sonra 2020-ci ilin sentyabr ayının 27-sində bizim xalqın çoxdan gözlədiyi o hücum əmri verildi. Və o 20 yanvar hadisələrinin iştirakçılarının övladları, 1-ci Qarabağ müharibəsində vuruşan insanların övladları torpaqlarımızı azad elədi. Həm atalarının, həm millətinin ayrı-ayrı nümayəndələrinin torpaq uğrunda vuruşması, şəhid olması, qazi olması, bu canığı ilə yaşaması o uşaqları o ruhda tərbiyə elədi ki, onlar doğrudan da Ali Baş Komandanın hücum əmrindən sonra hücuma keçdilər, gözləmədilər. Siz təsəvvür edin, gün ərzində 5, 6, 10 kənd azad olunurdu. Və dünyanın hərb elmləri Pentagona qədər Azərbaycanın döyüş taktikasının özlərinin hərbi məşqlərində təbliğ eləməyə başladılar. Və buna çox böyük bir məsafədə hazırlıq işlər getdi. Həm strateji cəhətdən, həm maddiyyat cəhətdən, həm silah-sursatın alınması, həm də ki, zabitlərimizin, əsgərlərimizin yetişdirilməsi istiqamətində. Mən bir şeir yazmışdım, azadlıq verilmir qonşu pay tək, azadlıq alınır qan bahasına. Yəni, qan verə bilməyin özünün bir mədəniyyəti aşılan dövladlarımıza və o həmin parlaq qələbəni, cəmi 44 günə. Ondan sonra da antiterror hərəkatı və digər torpaqlarımızın geri qaytarılması və bunların bünövrəsi həmin o 1990-cı ilin yanvar hadisələrində ölkənin azadlığı uğrunda, ərazi bütövlüyü uğrunda etiraz aksiyalarına qoşulmuş, şəhid olmuş, şikəst olmuş
adamlarımızın özü Birinci Qarabağ müharibəsində şəhid olan, qazi olan döyüşçülərimizin özünün yaşantıları və onların övladlarına keçən həmin o danışıqlar, həmin o həyat və bax bunları dəyişdi. Arzu xanım və sizin rəhbər Zədlə xanıma, gənclərə, Həsənə, Kamala, universitetin rəhbərinə təşəkkürümü bildirirəm ki, gənclərdir əksəriyyət sizin burada kontingent. Onların yaşından çox-çox qabaqda olan hadisələri gündəmdə saxlayırsınız. 20 yanvar hadisələri, ondan sonraki hadisələr və əminəm ki, sizin bax bu layihə öz əksini tapacaq və gənclərə bir növ dünən nələr baş vermişdi və dünən baş verənlərə söykənərək də sabah biz ölkəmizin həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə inkişafı üçün nələr edə bilərik elə bil ki, tövsiyəsini verirsiniz və təşəkkürüm ondan ibarətdir ki, yaddaşınızda saxlayırsınız, yaddaşlara ötürürsünüz və məni də bir dənizçi kimi, hadisələrin iştirakçısı kimi bir yazıcı, şair olaraq, publisist olaraq dəvət eləmişsiniz. Bu mənim üçün çox xoş oldu. Onun ki bir daha gəlmiş. Çox sağ olun. Yaradıcılıq uğurları. Sağ olun. Ki, belə diqqət ayırmışsınız. Bu mənə stimul verir ki, həm